və Rusiya imperiyası düşünməyə başladı ki, yəni mən bu gün bu qüvvələri dəstəkləyirəm, amma ola bilər ki, sabah erməni və gürcü millətçiliyi və yaxud da xristian qüvvələr mənə qarşı çıxsın. Yəni bu mənə problem yaratsın. Və Rusiya yeni bir plan üzərində işləməyə başladı. Bu plan nədən ibarət idi? Bu plan müsəlman dövlətlərini, bura Şimali Qafqaz da aiddir, amma mən bu gün bu barədə söhbət etməyəcəm, çünki bizim mövzumuz Cənubi Qafqazla bağlıdır. Müsəlman dövlətlərini özünə uyğun formalaşdırmaq və İrandan kənarlaşdırmaq, həm də gələcəkdə təhlükə törənərdisə, özünün dəstəklədiyi xristian qüvvələr tərəfindən təhlükə törənərdisə, bu qüvvələrdən xristianlara qarşı istifadə etmək. Rusiya imperiyası bununla da Azərbaycanda türkləşdirmək taktikasına keçdi.